Muhterem Müslüman qardaşlarım, Allah-u Teala'nın bizlərə bəxş etmiş olduğu ən üstün və ən dəyərli nemət iman nemətidir. Bizlər iman etməklə yeryüzündə milyardlarla insan içərisindən seçilmişlər siyasına daxil olduq. Çünki iman Allah-u Teala'nın yalnız və yalnız sevdiyi bəndələrə lütf etdiyi bir nemətdir. Bu iman sayəsində bizlər saysız, hesabsız nemətlərin içərisində gördük özümüzü. Bu bir həqiqətdir ki, ən son və ən mükəmməl din İslamdır. İçərisində bütün gözəlliklərin cəm olduğu din İslamdır. Heç bir pisliyin olmadığı bir din yenə İslamdır. Dinimizin dünyaya meydan oxuyan bir kitabı var, qardaşlarım. Quran-ı Kərim. Bəzilərimizin tamamını əzbərə, əksəriyyətimizin isə bir çox yerlərini əzbərə bilib, həyatına tətbiq etməyə çalışdığı və gündəlik olaraq oxuduğumuz bir kitabdan danışıram. İlk ayələri onsuz da bu kitabın necə bir kitab olduğunu bizə açıqlayır. Bu kitabda heç bir şübhə yoxdur. Bu kitabın içində bizim həyatımıza yön verəcək çoxlu sayda hökmlər mövcuddur. Və həmçinin bu kitabın içində ibrət alacağımız hadisələr də var, qardaşlar. Quran-ı Kərimdə keçən qissələri oxuyarkən diqqətli oxumaq lazımdır. Baxın, Quran-ı Kərimdə adı Məryəm anamızdan danışalım. Adı keçən surə ilə yeganə qadın Məryəm surəsi və Məryəm anamızdır. Açın bu surəni oxuyun, qardaş. Məryəm surəsini oxuyanda ən təsirli hadisələrdən biri qarşılaşdığın imtahan qarşısında içindən yox olmağın gəlir. O qədər ağır imtihana tabi tutulub ki. Və İbrahim surəsini o peyğəmbər ki haqqında Allahın dostu deyilmişdi. Hənif üzrə olduğu bəyan edilib Quranda, qardaşlar. Amma baxın, ən təsirli hadisəsi nə idi? Ata ilə oğulun iman barəsində üz-üzə gəlməsi idi. Veya Yusuf surəsinə baxın, qardaşlar. Əvvəlində Əhsənəl Qasas deyə tərif olunan bir hekayə, bir qissədən danışıram mən. Ən gözəl qissədir, deyir Allah Subhanahu taala. Çoxlu imtihanlar var orada. Nəfslə, qadınla, təvəkküllə, ailə ilə, hər şeylə imtihan var, amma ən təsir edən bilirsiniz nədir orada insan? İnsana öz ailəsinin belə bəzən arxa çevirməsi. Doğma bir ananın bətrində böyüyəsən, illərlə bir yerdə yaşayasan, öz qardaşların tərəfindən xəyanətə düçar olasan. Çətin imtihanlardır, qardaş. Və ya Hud surəsinə baxın, qardaşlar. Elə bir imtihanlar, elə bir təsirli hadisələr var ki, baxırsan ki, bəzən sevdiyin insanla sən cənnətdə bir yerdə olmayacaqsan. Çalışmaq lazımdır, qardaş. Sevdiyin dediyin dostunun bu dünyada birlik və bərabərlik içərisində vaxtını keçirtdiyin insanın öldükdən sonraki həyatını da düzəldəcəksən. Ahirətə doğru addımladığımızı unutmayacaq, qardaşlarım. İçimizdən hansı birimiz ölümü öldürüb də qəbrin ağzını bağlaya bilib? Var mı içinizdə elə birisi, qardaşlar? Zaman keçdikcə ölüm sıralama ilə vaxtı gələndə ala-ala gedir bizdən sevdiklərimizi. Növbə bizə də çatacaq. Qiyamətə qədər o qəbrin ağzı bağlanmayacaq, ölüm ölməyəcək, qardaşlar. Sevdiyim dediyin insanın bu dünyasını düzəldərkən, çalışın ahirətini də düzəldir. Ənbiya surəsində adı üstündə
Nəbilər, ənbiya, nəbi sözünün cəmi deməkdir. Nəbilər surəsində baxın, Allahın yer üzünə elçisi olaraq göndərdiyi insanlar belə bəzən tək qalıb qardaşlar. Kimsələri olmayıb, kimsəyə sığınacaq şəxsləri olmayıb, kimsə yardım etməyib, tək qalıblar. Amma hamısı Allaha sığınıb, Allahdan yardım istəyiblər. O Musa ki, Rasulullah idi, Allahın rəsuluydu. Quran-ı Kərimdə adı ən çox zikr edilən bir rəsuluydu. Fironun zülmündən qaçanda, ümməti üstünə hücum çəkib tək qalanda nə dedi qardaşlar? Kəllə, əsla dedi. İnna Rabbi səyehdini. Rəbbim mənə mütləq yol göstərəcək. O da Rəbbinə sığınmışdı. Bu həyatdır, qardaş. Tək qala bilərik. Sevdiyimiz dostlarımız, ailəmiz, hətta övladlarımız belə bizdən üz döndərə bilər. Amma Allah-u Teala bəndəsindən üz döndərmir, qardaşlarım. Quran-ı Kərimdə ayə var, qardaşlar. Şah damarından daha yaxındır Rəbbimiz bizə. Bu Quran-ı Kərim ayələrini, surələrini oxuyarkən çox diqqətli bir şəkildə və imanlı bir şəkildə oxumaq lazımdır. Çünki Allah heç bir ayəni boşu-boşuna o kitaba yazmayıb, əzizlərim. O boş yerə nazil olmayıb, qardaşlar. Tək qalmışdı Allahın rəsulu. Müşriklər ona Allah eləyirdi. Rəbbin səni tərk etdi, dedilər. Səndən üz döndərdi, dedilər. Bugünün fitnə fəsadın artdığı bir zamanda da bu sözlər bizə fərqli formatda deyiləcək, qardaşlar. Bizə də hanı sənin müsəlman qardaşların, niyə sənə arxanı döndü deyəcək? Hardadır sənin Allahın, hardadır sənin sığındığın Rəbbin, niyə sənə yardım etmir deyəcəklər bizə də. Biz bu vəziyyətdə heç bir zaman Allahı tərk etməməliyik. Biz açıb Allahın kitabını, onun ayələrini oxuyub, qəlbimizi fərah tutmalıyıq. Bəli, onun nəbisinə bu vədi verən bizə də yardım eləyəcək. Biz də razı qalacağıq, qardaşlar. Allah heç vaxt bizi tərk etməz. O bizdən üz döndərməz. O məhdud deyil, bizik məhdud olan. O aciz deyil, bizik aciz olan. Bizik ayələri oxuyarkən üstündən keçən, onun kəlamlarını heçə saymağa çalışan, fikir verməyən, təfəkkür etməyən bizik. Problem bizdədir, qardaş. Allahın ayəsində deyil. Odur ki, Quran-ı Kərimdəki oxuduğumuz bu qissələri oxuyarkən diqqətli olmaq lazımdır. İstənilən qissəyə baxın. Kəhf surəsini açsın, hər cümlə oxuduğunuz Kəhf surəsinin tərcüməsinə baxın, qardaşlar. 300 ildən çox yatan Əshab-ı Kəhfə verilən sualdan gələn cavabı xatırlayın. Nə qədər qaldınız? Yevmən əv ba'da yevmin deyir. Bir gün və ya günün bir hissəsi. 40 yaşa çatmışam mən, keçmişəm artıq. İçimizdə 50-60 yaşında olan insanlar var. Geri qalan nə qədərdir bilmirik. Bilmirik, qardaşlar. Niyə? Çünki bir göz qırpımında gəldi, keçdi ömrü bizim üçün. Bir göz qırpımında da gedəcək bu dünyada. Allahın ayələrini Allahın buyurduğu şəkildə oxuyun. Çünki Allah-u Teala açıq-aşkar deyir ki, onlara bizim ayələrimiz oxunanda onların qəlbi titrəyər. Bax, bizə, hamımıza Quran ayəsini dinləyərkən titrəyən bir qəlb lazımdır, qardaşlar. İstər kədərdən, istər qorxudan, istər sevincdən olsun, fərqi yoxdur. Səmimi yaşlar axan gözlər lazımdır bizə, qardaşlar. Odur ki, iman edən birisi olaraq birinci özümüzü düzəldəcəyik. Sonra isə ətrafımızda olan insanları, o səni sevirəm dediyin insanları da doğru yola dəvət etməyə başlayacaq.